Azərbaycanda bir çox şirkətlər və banklar sosial məsuliyyətin nə olduğunu ya dərk etmək istəmirlər, ya da ki, göz ardına qoyurlar və onlar müxtəlif vaxtlarda bir çox mərhəmət aksiyalarına, xeyri aksiyalarına güya qoşulurlar. Halbuki bildiyimiz qədər də elə də bu öz razılığı ilə olmur və bu zaman xüsusən də şəhid ailələri, qazilər, veteranlara hansısa formada yardımlar edirlər. Çox zaman bu yardım sovqat qutusu olur. Yəni içində ərzaq və bu ərzaqların da bilirsiniz ki, makaron, verməşel, bu kimi ucuz qiymətə hər yerdə mağazində satılan məhsullar olur. Yenə də çox sağ olsunlar bunu edirlər. Amma bunu xüsusən də şəhid ailələrinə və az təminatlı ailələrə, həssas qrupların nümayəndələrinə bu sovqatı, bu hədiyyələri verən zaman, özü də xüsusən də bir çox bayramlar və milli günlər zamanı bunu edirlər. Bunu təmtəraqlı surətdə az qala onlara deməli mənzilin açarını vermiş kimi və yaxud maşın açarı vermiş kimi bizə sığırlar. Bu əslində düzgün deyil. Ən azı qonşu ölkələrdən ibrət götürək. Yadınıza gəlirsə, Qazaxıstanda mən bildiyim qədər də bir çox iş adamları həssas təbəqədən olan insanlara, öz işçilərinə maşın hədiyyə edəndə hətta özləri gizli qalırlar ki, onları heç kim bilməsin. Amerika Birləşmiş Ştatlarında, Türkiyədə və digər ölkələrdə milyardlarla xeyriyyə fonlarına pul götürdən milyonerlər olur ki, milyarderlər olur ki, onlar haqqında sonralar bizim xəbərimiz olur. Amma bizim bir çox banklarımız, xüsusən də bunlar özünü ucuz reklam və PR-la tanıtmaq istəyən, halbuki hər kəs bilir ki, bunlar nədir. Bu banklar götürürlər, hansısa bir ərzaq və yaxud yeyinti məhsullarını bir bağlamaya qoyur və təmtəraqla bunu video, foto şəkil altında müxtəlif əhalinin həssas qruplarına paylaşılır, o cümlədən şəhid ailələrinə, qazilərinə. Əlbəttə, bu cəmiyyətdə qıcıq yaradır. Həmin banklar və həmin sosial məsuliyyətə irəli gələrək, qanunvericiliyə uyğun olaraq hansısa xeyriyyə aksiyasına qoşulmuş biznes strukturları unutmamalıdırlar ki, bizim şəhidlərimiz, qazilərimiz gedib qan tökməsəydilər, vətənimiz uğrunda, torpaqlarımızın bütövləşməsi uğrunda, müstəqilliyimiz uğrunda öz qanından, canından keçməsəydilər, onlar indi pul qazana bilməzdilər, onlar indi hansısa bank formasında inkişaf edə bilməzdilər. Ən azı işğal altında olan rayonlarımız və işğal edilən zaman həmin bu bankların bir çoxlarının oradakı nümayəndəliyi, filialları darmadağın edilmişdi. Ən azı bunu dərk etmək lazımdır və düşünürəm ki, buna qarşı əlbəttə sərt ictimai qınaq varsa, banklar oturub bu barədə düşünməli və bir də belə səhvlər etməməlidirlər.